Belediye de seismograf götürmüşdüm mən. Yox. Yəni kamerton səsi yaradandır. Yaradır. Elə bilirəm səsi qəbul eləyib götürür. Yox, yəni səsi ötürən deyəndə ki, ola bilər ki, bu İnternetdə elə yazın. səs belə deyək də, o məsafənin səs vasitəsilə ölçülməsi, gedib hansısa maneəyə dəyib qayıtması var da. Yəni bu səs bunun vasitəsilə buraxılır, kamerton vasitəsilə. Səs bu ki yaradılır. Yox, yəni müəyyən bir yüksəklikdəki səsi zəif harmonik əlavə səslərlə dəqiq və aydın səsləndirən bir cihazdır. Yəni də gürültülü səsi qəbul Bəli, eləyib, bəli, normal yəni səs kimi ötürən. Bu daha zəlzələ şiddətli səs yaradan da, şiddətli səs yaradan. hə də, yəni elə zəif səsi qəbul edir. Yəni zəif harmonik əlavə səslərlə dəqiq və aydın səsləndirən kiçik portativ bir cihaz kimi verilir bu. Yəni yüksək tezlikli bir səsi zəif harmonik əlavə səslərlə dəqiq və aydın səsləndirən bir cihazdır da bu. Yəni nəticədə bu cihaz səs yaradır, səs ötürür, səsin səsləndirilməsində iştirak edir və yaxud belə deyə bilər, daha təmiz şəkildə ötürülməsində, səsləndirilməsində iştirak edir. Ona görə də yəni bu zəlzələ də tektonik proseslər nəticəsində yaranır. Ümumiyyətlə səsin yaranması kamerton tərəfindən olur, belə başa düşə bilərik. Səs yaradır. Bəs zəlzələni nə yaradır? Məsələn, 14 nömrəli sualda ola bilsin ki, bunda səhv yazmışsınız uşaqlar. Burada, baxın, söz fikir. Bəs əmr nə olacaq? Deyirik ki, biz ümumiyyətlə uşaqlar, biz öz sözümüzü, fikrimizi sözümüz vasitəsilə çatdırırıq da. Yəni, öz fikirləşdiklərimizi, yəni kimsə qıraqdan baxanda biz nəyi fikirləşdiyimizi müəyyən edə bilməzlər ki, biz onu dilə gətirməsək, sözlər vasitəsilə ifadə etməsək. Yəni söz bizim fikrimizin daşıyıcısıdır. Ona görə də əmr də icra vasitəsilə yerinə yetirilir də. Yox, nətər oldu? Gör qurduğun cümlə nətər oldu? Əmr icra vasitəsilə yerinə yetirilir. İcra vasitəsilə yox, elə əmr icra olunur da. Hə, yəni icra olunur, sənin sözün fikir olunur deyə bilmirsən axı. Yəni sənin sözün fikrin göstəricisidir. Əmr nəyin göstəricisidir? İcranın göstəricisi deyil ki, əslində sənin üçün icra olunan iş əmrin göstəricisidir. Amma burada ancaq iradə ola bilir. Yəni nə mənada? Yəni sən nəyisə əmr edirsənsə, yəni o sənin o daxilindəki iradənin göstəricisidir ki, yəni sən bu işi əmr edirsən. Yəni söz fikrin daşıyıcısı olduğu kimi əmr də bir iradənin daşıyıcısıdır. Söz fikrin göstəricisidir, əmr də iradənin göstəricisidir. Əmr icranın göstəricisi deyil ki. İcra əmrin nəticəsidir. Sən buna belə baxa bilərsən. Məsələn, burada başqa bir sual da var bununla bağlı. Məsələn, 18-ci sual. Sual cavab. Bu nə deməkdir? Yəni sən sual verirsən, bu sualın cavabını qaytarırlar sənə. Əmr edirsən,
əmr edirsən. O əmrin nəticəsində o icra olunur. Sənin əmrin icra olunur. Sual verirsən, cavablandırılır, əmr edirsən, icra olunur. Amma burada isə, yəni sən fikrini sözlə ifadə edirsən, öz iradəni də, yəni əmrlə çatdırırsan. Nəsə belə bir şeydir. Yəni yoxsa başqa uyğun bir variant yoxdur. Yəni o fikir sözü ilə icra olunmaq sözü arasında uyğunluq yoxdur. Yaxşı, çox sağ ol. Buyur. Qılınc qalxan. Uşaqlar, bir də hücum verilibdir. Yəni qılıncla hücum edirik, qalxanla da müdafiə olunur. Bu şəkildə bir əlaqə var. Yəni mən hücumu qılıncla edirəm, müdafiəni də qalxanla. On 17 nömrəli sualda çətinlik çəkə bilərsiniz. Yəni bunun mənası uşaqlar, baxın budur. Yəni düyüsüz plov olunur. Yəni biz düyüdən nə hazırlayırıq? Plov hazırlayırıq. Elə deyil. Düyünü bişiririk, plov hazırlayırıq. İndi nəticə də nəyin nəticəsidir? Yəni nəyin nəticə əldə etmək üçün biz nə etməliyik? Yəni biz plov hazırlamaq üçün düyünü süzmüşük, bişirmişik, süzmüşük. Bəs nəticə əldə etmək üçün nə etmişik? Səy göstərmişik. Yəni səysiz nəticə olmur, düyüsüz də plov olmur. Başqa sual qalsa uşaqlar, deyin qaydaq. O yazdığı sualları, nömrələrini çalışıram yadda saxlayayım, baxım hər birinə. 1.5 anagram. Məsələn, uşaqlar, burada 2-ni qeyd eləmişsiniz, 1-ə də baxıram. 1 də sizi çaşdıra bilər. Məsələn, veribdir, A variantında gecə sözü, B variantında gündüz sözü, C variantında sabah, D variantında səhər, Y variantında axşam sözləri. Uşaqlar, səhər, gündüz, axşam, gecə, bunlar eyni bir günün hissələridir. Amma sabah sözü növbəti gün nəzərdə tutulur. Gecə, gündüz, səhər, axşam bir gün, yəni bir gün deməkdir də. Yəni eyni bir günün müxtəlif vaxtlarıdır. Amma sabah isə növbəti bir gündür. 2 qeyd eləmişsiniz burada. A variantı qramdır. B variantı sentinerdir. C variantı karatdır. D variantı da tondur. Bunlar kütlə vahidləridir, kütlənin ölçü vahidləridir. Y variantında litr sözü verilibdir. Litr sözü isə həcmin ölçü vahididir. Yəni biz mayeni litrlə ölçürük. Amma digər verilənlər isə kütlənin ölçüsüdür. Yəni ağırlığın ölçü vahidləridir. Qram, kiloqram, sentiner, ton. 3 nömrəli sual da maraqlı bir sualdır uşaqlar. Baxın, bu suallar belə deyək də, yəni qəbula düşə bilər. Burada maraqlı sözlər var. Məsələn, 3-cü sualda verib bizə liman. Liman gəminin elə bir ki, yola düşəcəyi bir ünvandır. C variantında aeroport təyyarənin, vağzal, avtobuslar, qatar, ümumiyyətlə Y variantı kosmodrom. Bu da elə bir ki, uçuşun başlandığı yerdir. Amma B variantı isə depo sözüdür. Biz depoya getmirik, yəni qatar depoya gedəndə hamı düşür. Yəni depo təmir yeridir. Bir dayanma məntəqəsidir. Amma digərləri isə bir dayanacaqdır. Yəni biz oradan qatara, təyyaraya, gəmiyə minib ünvana gedirik, harasa gedirik. Sonra 4 nömrəli sualda A variantı cədvəl sözüdür. B variantı vəsiqədir. C-də diplom verilib. D-də atestat, Y-də də sertifikat. Vəsiqə, diplom, atestat, sertifikat bunlar eyni anlamda olan sözlərdir. Amma A variantı cədvəl sözüdür, digərlərindən fərqlənir. Daha sonra
5-də söyüd, zökə, çinar. Y variantı da palıd. Bunlar ağaclardır. Amma D variantı itburnu bir bitkidir, ağac deyil. Yəni en azından kol bitkisi deyə bilərik biz ona. 6-da bu da maraqlı bir sualdır. Aləm var, dünya var, kainat var, cahan var. Bir də D variantında yer sözü verilibdir. Aləm, dünya, kainat, cahan ümumilikdə, yəni bütün belə deyək də, cahan deyəndə bütün dünya nəzərdə tutulur da, yer, göy, bütün aləm. Nətər deyil, bütün kainat. Baxın, hamısı bir-birini əvəzləyə bildi. Amma yer bu cahanın, bu kainatın, dünyanın, bütün aləmin bir hissəsidir yer. Yeddi nömrəli sual. Baxın, vahid verib A variantında. Sonra ədəd verib, tək verib, bir verib, yeganə verib. Yeganə, bir, vahid, tək, bunlar hamısı, yəni elə bir mənasına gəlir də. Amma ədədsə digərlərindən fərqlənir. Deməli, on beşə qədər kiminsə sualı var burada uşaqlar? 9 nömrəli sual da maraqlı bir sualdır. Məclis var, toy var, toplanış var, iclas var, bir də zal var. Zal məkan bildirir. Yəni o toplanışı, məclisi, toyu mən iclası zalda keçirdə bilərəm. Zal bir məkan bildirir. Burada sonra 8 nömrəli sual. Cəsur, igid, xilaskar, qoçaq, bir də qəhrəman. Yəni uşaqlar, burada xilaskar fərqlidir digərlərindən. Niyə? Çünki yəni bir xilaskar o cəsur olmasa da qoçaq olmaya bilər, qəhrəman olmaya bilər, igid olmaya bilər. Yəni cəsur, igid, qoçaq, qəhrəman bunlar elə eyni belə deyək də müsbət keyfiyyətlərdir. Amma xilaskar digərlərindən fərqlənir. Görək, başqa bir sualınız varmı 15-ə qədər? 15-də A variantı təmir sözüdür. B variantı zədələmək sözüdür. C variantı yaratmaq, bərpa, bir də sındırmaq. Baxın, buna necə yanaşa bilərik biz? Deyirik ki, tutaq ki, bizim bir əşyamız var ki, biz bunu zədələyə bilirik, zədələyə bilirik, sındıra bilirik, təmir edə bilirik, bərpa edə bilirik. Mövcud bir şey. Amma yaratmaqsa, yəni sıfırdan bunu yaratmalıyıq da biz o zaman. Yəni biz digər sındırmaqdır, zədələməkdir, bərpadır, təmirdir. Bunları hamısını, yəni bir mövcud əşya üzərində icra edə bilərik. Amma yaratmaqsa o deməkdir ki, yəni mən bunu tamamilə sıfırdan ərsəyə gətirməliyəm. Mövcud deyil bu. Növbəti sualınız, uşaqlar, deyin. 18-19 nömrəli suallar. Deməli, 18, tamam. Elə. 16 da var, lap yaxşı. 16-da bunlar muğamın növləridir. Rastdır, seygahdır C, A variantı rastdır, C seygahdır, D variantı şurdur, Y-də cahargahdır. Bunlar muğamın növləridir, amma B variantı isə təranə sözüdür.
Yəni bu təranəni burada bir nəğmə kimi veriblər. Yəni belə bir mahnı var. 17 A variantı poema sözüdür. B pyesdir. C romandır. D hekayədir. Y də esse sözləridir. Esse sözüdür. Deməli uşaqlar, din bunun cavabını poema götürür ki, Messi olmalı değil mi? Messi yazın. yəni əslində belə baxanda, yəni ağla esse gəlir, amma bunu poema deyir ki, ancaq nəzm formasında yazılır, digərləri nəsr formasında yazılır. Bunların janrına görə fərqləndirir poemanı digərlərindən. İndi biz düşdü dəqiq poema yazaq. Yəni din bunun cavabını poema götürür, amma mən də bunu esse olaraq cavablandırardım. Keçək növbəti suala. 18. Baxın uşaqlar, A variantı şəhərdir. B variantı kənddir. C variantı qəsəbədir. D variantı auldur. Y də rayondur. Rayon, aul. Ne? Rayon ümumi bir ərazi olaraq adlandırılan yerdir. İnzibati dairə şəklində, inzibati ərazi şəklində. Hə, Calxa, Akstafa rayonu. Ağul ne deməkdir? Aul da bir əyalət, Mən ağul yazmışdım. bir yaşayış məntəqəsi nəzərdə tutaq da. Məsələn, şəhər, kənd, qəsəbə, aul, bunlar yaşayış məntəqələridir. Rayon isə ümumi bir ərazidir. Məsələn, bir rayonun kəndi də var, qəsəbəsi də var, şəhəri də var. Yəni daha çox əhalisi olan, biraz inkişaf etmiş bir yeri qəsəbə adlandırırlar. Bir neçə kənd həmin qəsəbəyə daxil olur, elə bir ki, belə bir şey. Sonra biraz daha çox inkişaf edirsə, yəni o şəhər statusu ala bilir. Məsələn, Xaçmaz rayon Xudat şəhəri. O Xudat, Xaçmaz ümumi rayondur. Xudat yəni onun bir qəsəbəsi olubdur. Daha sonra inkişaf edibdir. Şəhər statusu alıb. Yəni biz bunlara yaşayış məntəqələri kimi baxırıq. Amma rayon olaraq bir ərazi olaraq, zona olaraq biz bunları rayon deyə bilərik. Rayon kimi adlandırırlar. On 19 nömrəli sual. Seyim, Senat, Kongres, Y variantı Rada, D variantı da Palata. Bu biraz çətin idi. Mesela rada ne deyib? Əlaqələndirmə. Bax Seyim, Senat, toplanış deyək də, iclas deyək də, bunlar hamısı parlamentə aiddir. Palatadan başqa. Yəni bunlar hamısı iclas, müşavirə, qurultay, yəni hamısı toplanış şəklində
Yəni senatdır, seyimdir, konqresdir, radadır və bunlar hamısı bunların təşkilidir. Amma palata sözü fərqlidir digər onlardan. Parlamentə aid deyil. Belə deyim. 20 nömrəli sual. Tələbə, müdavim, məzun, şagird, kursant. Fərqli olan məzun sözüdür. Çünki məzun o deməkdir ki, oxuyub bitirib məzun olubdur həmin sahə üzrə. Müdavim o da hələ hazırlaşır, tələbə, şagird, kursant bunlar hələ davam edirlər, bitirməyiblər. 21 nömrəli sual uşaqlar. A variantı dəmir sözüdür. Dəmir qara metaldır. Qızıldır, misdir, gümüşdür, qalaydır. Bunlar əlvan metallardır. Daha dəyərli metallardır. 22 əyləc, sükan, nasos, təkər. Bunlar maşın hissələridir. Amma C variantı buğda sözüdür. Digərlərindən fərqlənir. 23-də pendir, tərəvəz, yox, vəzəri, pendir, qaymaq, yoğurt, kəsmik, bunlar deməli uşaqlar vəzəri sözündən fərqlənir. Vəzəri göyərtidir. Digərləri ağartı məhsullar. Pendirdir, qaymaqdır, toyuq, yoğurtdur, kəsmikdir. 24-dəki boşqab, stəkan, fincan, sonra çaynik, Y variantı kotlet fərqlənir digərindən. 25 London, Moskva, Ankara, Fransa, Berlin. Fransa ölkədir, digərləri paytaxt şəhərlərdir. 26 tənlik sözüdür A variantı. Bu riyaziyyata aid bir termindir. Digərləri hekayə, dastan, povest, təslim. Yox, təmsil. Təmsil. Bu da ədəbiyyata aiddir. 27. Bu da maraqlı bir sualdır. Baxın, A variantı oftalmoloqdur. Həkimdir. B variantı hepatoloqdur. Sonra D variantı uroloqdur. Y variantı kardioloqdur. Bunlar hamısı həkimlərdir. Ürək həkimi kardioloqdur. Sonra böyrək həkimi uroloqdur. Bu hepatoloq, mədə altı vəzi falan bu kimi xəstəlikləri müayinə edir. Oftalmoloq da nədir? Bu da göz xəstəliklərini müayinə edən bir həkimdir. Amma C variantı isə meteoroloq deməkdir. Yirmi altıda C variantı ne idi? 26'nın C'si şeydi, dastan. Çok sağ olun. Buyur. Hə, dedik ki 27'də də C variantı meteoroloqdur. Bu da yerin quruluşunu, xassəlarını falan öyrənən bir sahadır. Görək növbəti sualınız. Aha, 28-də Xuraman xanım verib göyərti sözünü. Və bu variantlarda olanların hansıları göyərtidir? Məsələn, A variantı tərxun, B variantı
Çuğundur. C. Badımcan. D variantı. Y variantı spanaqdır. D variantı nədir? Greyfurt. Greyfurt. Meyvədir greyfurt. 3-ə uyğundur. Məsələn, D. Badımcan tərəvəzdir. 2-yə uyğundur. Spanaq, bu da göyərtidir deyə elə uyğundur 1-ə. Sonra qaldı çuğundur, tərəvəzdir deyə uyğundur 2-yə. Tərxun da göyərtidir də, o da uyğundur 1-ə. A, Y, B, C, D. Olur B variantı. 29 nömrəli sualda dost, ana, nənə, baba, ata. Anadır, nənədir, babadır, atadır. Bunlar ailə üzvləridir. Qan qohumlarıdır. Amma dost isə sadəcə kənar bir şəxsdir. Bu məntiqlə fərqlənir digərlərindən. 30 nömrəli sualda bizə deyir ki, bu nöqtələrin yerinə elə bir ədəd yerləşdirin ki, ədəd deyirəm, elə bir variantdakı hərfləri yerləşdirin ki, birinci sözün sonu sonuncu sözün də əvvəli olsun. Yəni, məsələn, buradakı A variantındakı ə, r, ş hərflərini, məsələn, mən şər şəklində buraya yazsam, olacaq bəşər, sonra şərbət. Sonra 31-də meyar, yardım. Daha sonraki deməli sualımız səhifə neçədən başlayır? Səhifə 29. Baxın, bizə verir ki, cümlələri oxuyub, yəni ardıcıl şəkildə düzməlisiniz. Uşaqlar, burada bizə deyir ki, baxın, xırda pulunun olmadığına əmin olduqdan sonra işçiyə təşəkkür etməklə kifayətləndi. Kim? Bilmirəm. Söhbət nədən gedir? Bilmirəm. O əlini cibinə saldı. Hələ ki, tam aydın deyil. Bu hərəkət onun gözündən yayınmadı. Hansı hərəkət? Sonra deyir, Hidayət mehmanxana işçisinə çay pulu vermək fikrinə düşdü. Söhbət deməli nədən gedirmiş? Hidayətdən. Hidayət mehmanxana işçisinə çay pulu vermək fikrinə düşdü. O əlini cibinə saldı. Və gördü ki, xırda pulu yoxdur. Yəni, xırda pulunun olmadığından əmin olaraq artıq işçiyə sadəcə bir təşəkkür etdi, kifayətləndi bundan. İşçi də buna görə, yəni işçiyə pul vermədiyinə görə Hidayətin çantasını etinasız şəkildə şkafa doğru itələyir və bu hərəkətdə Hidayətin gözündən yayınmır. Ona görə yəni bu cümlələrin ardıcıllığı bu şəkildə olmalıdır. Baş vermə ardıcıllığı bu şəkildədir. Sonra məsələn 6 nömrəli sual. O sol ayağı ilə topa qüvvətli zərbə vurdu. Kim? Bilmirəm hələ ki, söhbət kimdən gedir. Müdafiəçilərdən biri ötürməni həyata keçirdi və rahat nəfəs aldı. Aha, baxın. Uşaqlar. Müdafiəçilərdən biri topu ötürür digər oyunçusuna və topu özündən çıxardır deyə rahatlanır. Rahat nəfəs alır deyə belə verir. Bu birinci cümlə ola bilər. Və sonra nə deyir? Baxın. Dördüncü suala baxın. Topu qəbul edən hücumçu cərimə meydançasını gözdən keçirdi. Deməli, müdafiəçi topu hücumçuya ötürür.
və hücumçu da cərimə meydançasına gözdən keçirdir ki, yəni mən topu necə vura bilərəm, necə qapıya topu göndərə bilərəm və s. Hə, bu qəbul edən hücumçu müdafiəni gözdən keçirdir və o sol ayağı ilə topa qüvvətli zərbə vurur hücumçu. Daha sonra müdafiəçilərdən biri qapıya istiqamətlənən topu saxlamaq üçün irəli atır. Artıq bu müdafiəçi digər komandanın müdafiəçisidir. Və bu istəyir ki, qapıya istiqamətlənən topun qarşısını alsın deyə irəli atıldı. Qapıcı cəhd tullanaraq topu tutdu və onu yarım müdafiəçiyə atdı. Deməli, amma bu topu, yəni qapıya istiqamətlənən topu həmən qapıcı elə saxlayır. Yəni, bu ardıcıllıqda bu şəkildə. Məsələn, 7 nömrəli sual. O qeydkeş bir ifadə ilə tələsik gəlişimin səbəbini soruşdu. Kim? Məni görüb dayandı. Kim dayandı? Hələ ki, bilmirəm söhbət kimdən gedir. General otağın içində gəzirdi. Aha, hələ ki, bu var. Yəqin ki, görkəmim onu heyrətə salmışdı. Kimi? Baxın, çaparaq şəhərə girib birbaş generalın yanına gəldim. Deməli, bu cümlə buradan başlayacaq ki, birbaşa bu generalın yanına gəlir. Görür ki, general otağın içində gəzir və bunu görərək general dayanıb. Yəqin ki, görkəmim onu heyrətə salmışdı. Və o qeydkeş bir ifadə ilə belə tələsik gəlişimin səbəbini soruşdu. Növbəti sualımız. 8 yəqin ki. Baxın uşaqlar, bu 8 nömrəli sualı da qeyd edeyim. Deyir, bütün M-lər T-lərə aiddir. Yəni, bu bir T çoxluğudur. Bunun daxilində, bütövlükdə yerləşir bir M çoxluğu. Və deməli, uşaqlar, deyir ki, bizə M-lər T-lərə aiddir. Bəzi T-lər U-lara aiddir. Yəni, T-lərin hamısı yox, bəziləri U ilə də ortaqdır. Sonra da deyir ki, M-lərin heç biri U-lara daxil deyil deyə mən artıq ona görə M olan hissəni U-ya, U çoxluğuna aid etmədim. F-lər isə həm U-lara, həm də T-lərə aiddir. Deməli, F-lər U ilə T-nin ortağıdır. İndi M-lər N-lərə aid deyil. Yəni, M-lər N-lərə daxil deyilsə, hansıları N-lərə aid ola bilər? Özü də bütünlükdə, bəziləri yox. Məsələn, T-lərin bəziləri N-ə daxildir demir. Yəni, bütünlükdə bu çoxluqlardan hansıları N-ə daxil ola bilər? M daxil deyil də, yəni özü demişdi ki, M N-ə daxil ola bilməz. M T-nin daxilindədir deyə biz bütünlükdə T-ni N-ə daxildir götürsək, onda M də N-ə daxil olmuş olar və bu verilən şərtə ziddiyyət yaranar. Deməli, T-də, T-nin özü də N-ə daxil ola bilməz bütövlükdə. N-ə daxil ola bilər deməli U və F. Yəni, U daxildirsə bütövlükdə, T-nin də deməli bir hissəsi daxildir. Çünki F
daxildirsə, T ilə unun kəsişməsində idi, ortağı idi F. Yəni T-nin bir hissəsi daxildir. Amma bizdə deyir ki, bütünlükdə daxil ola bilənlər, bu da F ilə U-dur. Sonra 9 nömrəli sual. Baxın uşaqlar. Gəlin buna belə yanaşaq. Onuncu sualda 4, 1, 6, 3, 2, 5. 4, 1, 6, 3, 2, 5. Baxın 10-cu sual. 10-cu sualın cavabı 4, 1, 6, 3, 2, 5'dir. İzah eləyəcəm. Açıq sualdır. Uşaqlar 9-cu sualda nə deyir? Deyir ki, baxın, birinci adamın bəyəndiyi 3 dənə əşya var. Tutaq ki, A-dır, B-dir, C-dir. Bu üçünü bəyənibdir birinci adam. İkinci adam bu 3 əşyanın ikisini bəyənib. Yəni bu təsadüfən qoy olsun A ilə B. Ola bilər A ilə C olsun, B ilə C olsun. Amma məsələn AB götürdü. Bir nümunə olaraq. Üçüncü adam da bu 3 əşyanın birini bəyənir. Yəni A-da ola bilər, C-də ola bilərdi, B-də ola bilərdi. Amma birini bəyənir də. Məsələn, A-nı bəyənir. İndi deyir ki, aşağıdakılardan bu mətndəki məlumatlara görə aşağıdakıların hansını demək olar? Yəni hansı nəticəyə gəlmək olar? Baxın, deyir ki, ikinci və üçüncü adamların bəyəndikləri fərqlidir. Düzdə deyir. Niyə fərqlidir? Çünki mən bunu dairəyə alıram. Baxın, ikincinin bəyəndiyi dairənin içinə baxın, bir də üçüncünün bəyəndiyi dairəyə baxın. Eyni deyil, axı biri AB-dir, biri A-dır. Nə olsun, ikinci və üçüncünün bəyəndikləri ortaqdır. Amma ortaq olanları var bunların bəyəndikləri içində. Amma ikincinin bəyəndiyi ilə üçüncünün bəyəndiyi eyni deyil ki, biri AB-dir, biri A-dır. Yəni biri ikisini bəyənir, biri birini bəyənir. Eyni şeyi bəyənməyiblər ki, bunlar. Fərqli bir şeylər bəyəniblər də, o deməli. İkinci məlumat. Üçüncü adamın bəyəndiyini ikinci adam bəyənməyib. Bu səhvdir. Əslində səhv deyil, yəni bu nəticəyə gələ bilmərik. Konkret bu nəticəyə gələ bilmərik. Məsələn, mən burada neynəmişəm? Üçüncünün bəyəndiyini A götürmüşəm. Dedim ki, bu B də ola bilərdi, C də ola bilərdi. Yəni, ola bilərdi ki, ikinci adam A ilə B-ni bəyənib, üçüncü C-ni bəyənibdir. Bu halda üçüncünün bəyəndiyini ikinci bəyənməyibdir. Amma üçüncünün bəyəndiyi A, ikincinin bəyəndiyi AB-dirsə, burada üçüncünün bəyəndiyini A, ikinci bəyənə də bilər. Yəni, üçüncünün bəyəndiyini ikinci adam bəyənə də bilər, bəyənməyə də bilər. Yəni, konkret bu nəticəyə bəyənməyib nəticəsinə gələ bilmərik. Sonra, ikinci və üçüncü adamların bəyəndikləri eyni ola bilər. Mümkün deyil də eyni olması. Ortaq ola bilər, məsələn, hər ikisi A bəyənibdir. Amma ikinci şəxs bir dənə də B-ni də bəyənib baxır. Buna ümumilikdə baxanda, 2-nin bəyəndiyi AB-dir, 3-ün bəyəndiyi A-dır. Eyni ola bilməz heç vaxt. Sonra, dördüncü fikir. Birinci adamın bəyəndiyini ikinci adam da bəyənib. Birinci adamın bəyəndiklərindən ikisini ikinci adam bəyənə bilir. Amma birincinin bəyəndiyi deyəndə dairənin içi nəzərdə tutulur ABC, amma ikinci adam AB-ni bəyənib. Yəni, birincinin bəyəndiyini tam olaraq ikinci bəyənə bilmir. Amma ikincinin bəyəndiyini birinci mütləq bəyənibdir. Daha sonra 5-ci cümlə. Yəni, 4-də də dedik ki, bu doğru bir nəticə deyil. 5-ci fikir.
Üçüncü adamın bəyəndiyini birinci adam da bəyənib. Bəli. Baxın, üçüncünün bəyəndiyi adır. Bu tamamilə daxildir birincinin bəyəndiyinə. Üçüncü adamın bəyəndiyini ikinci adam da bəyənə bilər. Baxın uşaqlar, desəydi əgər üçüncü adamın bəyəndiyini ikinci adam da bəyənib, bu ikinci fikir kimi deyərdim ki, konkret bu nəticəyə gələ bilmərik. Üçüncünün bəyəndiyi, məsələn, C də ola bilərdi. İkincinin bəyəndiyi AB, üçüncünün bəyəndiyi C. Amma burada bəyənə bilər deyir. Yəni, yazdığım kimi də üçüncü, məsələn, A-nı bəyənib, ikinci AB-ni bəyənibdir. Yəni, üçüncünün bəyəndiyi tamamilə ikinciyə daxildir. Daxil ola bilər bu hala görə. Amma ikincinin bəyəndiyini üçüncü adam da bəyənibdir desə, doğru deyil. Ona görə burada 1, 5, 6 olur cavabımız. 10-cu sual. Belə bir məlumat verilib burada bizə. Deyir ki, Nəbatat parkında liana, bəzək kolu, bəzək ağacı, baobab ağacı, küknar ağacı, şam ağacı sıra ilə əkilmişdir. Sıra nömrəsi baobab ağacının sıra nömrəsindən bir vahid çox olan liana var. Yəni, baobabın sıra nömrəsindən bir vahid çox liana var. O deməkdir ki, liana baobabdan bir addım, bir vahid sonra gəlir. Amma liananın özü bəzək ağacından əvvəl cüt nömrədə əkilmiş küknar ağacından sonra yerləşir. İndi mən bunu niyə belə yazıram uşaqlar? Baobabdan dərhal əvvəldə küknardır, yoxsa baobabla küknarın arasında bir ağac varmı? Liana ilə bəzək ağacının arasında bir ağac var, yoxsa elə birbaşa lianadan dərhal sonra bəzək ağacıdırmı? Onu hələ dəqiq bilmirəm. Sonraki cümlədə də deyir ki, sıra nömrəsi 3-dən fərqli tək ədəd olan şam ağacı bəzək kolundan sonra gəlir. Uşaqlar, biz deyirik ki, şamın sıra nömrəsi təkdir, amma 3 deyil. Onda 1 ola bilərdi heç şamın sıra nömrəsi. 1 də ola bilməz. Çünki şamdan əvvəl bəzək kolu əkilibdir. 1 ola bilmir. 3 deyilsə, burada 1-dən 6-ya qədər nömrələnib də, onda növbəti tək ədədimiz 5-dir. Deməli, şam ağacının sıra nömrəsi 5-dir. İndi gəlin, baxaq, küknar ağacının sıra nömrəsi cüt ədəddir. Küknardan sonra baobab var, liana var, hətta şam da var, bəzək ağacı da var. Küknarın sıra nömrəsi cütdürsə, bu məcburdur 2 olsun da. Çünki küknardan sonra hələ 5 dənə, 4 dənə ağac var. 6 dənə də nömrə var. Mən küknarın sıra nömrəsini 6 götürə bilmərəm ki, ən sonuncu. 4 götürə bilmərəm ki, 4 götürsəm küknardan sonra gərək 2 ağac gəlsin. Amma küknardan sonra, yəni dəqiq 3-dən çox ağac varsa, deməli küknarın sıra nömrəsi cüt olması üçün 2 olmalıdır. Onda baobabın sıra nömrəsi 3, liananın sıra nömrəsi 4-dürsə, mütləq şam ağacı 5-dir deyə gəldi lianadan sonra. 6-cı olur bəzək ağacı, 1-ci nömrədə qalır bəzək kolu üçün. İndi burada sizdən soruşur, liananın nömrəsi 4, bəzək kolunun nömrəsi 1, bəzək ağacının nömrəsi 6, baobab ağacının nömrəsi 3, küknarın nömrəsi 2, şam ağacının nömrəsi də 5-dir. Bu sıralamanı istəyir. Növbəti sualınızı qeyd edin.
13'e qədər kiminsə sualı varsa bildirsin. On bir. Deməli uşaqlar, burada bizə deyir ki, əgər P oynayırsa, R oynamaz. R oynayırsa, S oynamaz. S oynasa, Z oynamaz. Z oynasa da P oynamaz. 4 nəfər 2-2 komandalara bölünməlidir. Baxın da, P R ilə ola bilmir. P Z ilə ola bilmir. Bu 4'ü baxın. P, R, S, Z. P R ilə ola bilməz. Yəni P varsa R ola bilməz. Z varsa P ola bilməz. Yəni P R ilə Z ilə ola bilmirsə, məcbur S ilə ola bilər. Onda R ilə Z də bir komandada ola bilərlər. O da olur A variantı. 13. Dayanacaqda 7 avtomobil dayanıbdır və bu avtomobillərin 4'ü avtobusdur. Digər 3'ü isə yük maşını və minik avtomobilidir. İndi nəzərinizə çatdıraq növbəti məlumatı ki, orada bizə deyilir ki, uşaqlar, deyir ki, yük avtomobilinin qonşuluğunda minik avtomobili var. Yük avtomobilinin qonşuluğunda minik avtomobili var. Hətta deyir, avtobusların 3'ü yanaşıdır. Biri minik və yük avtomobilinin arasında yerləşir. Mən məcburam ki, yerdə qalan digər 3 avtomobilin ikisini minik avtomobili, birini yük avtomobili götürün. Çünki 2 dənə yük avtomobili götürsəm, bu yük avtomobilinin bizə demək ki, avtobuslardan 3'ü yanaşıdır, biri yüklə minik avtomobili arasındadır. Digər tərəfdən də demişdi ki, yük avtomobilinin qonşuluğunda minik avtomobili var. Mən 2 dənə yük avtomobili götürsəm, bu yük avtomobilinin birinin qonşusu minik avtomobili ola bilmir. Ona görə də məcburuq ki, 2 dənə minik avtomobili, 1 dənə yük avtomobili götürək. İndi bundan əmin olduqdan sonra avtobusların 3'ü yanaşı, biri yüklə minik arasındadır. Bu düzülüş ola bilərdi. Bir də bunun yerini dəyişə bilərdim. 3 dənə avtobus yanaşı, minik, yük, avtobus, minik şəklində yaza bilərdim. Solda avtobus, sağda minik avtomobili. Bir də bu 2 dənə yazdığımın tam əksini. Minik, yük, avtobus, minik, 3 avtobus. İkincinin də tam əksini yazsam, minik, avtobus, yük, minik, 3 avtobus. Mənə də deyir ki, burada mümkün düzülüşlərə görə hər bir düzülüşdə eyni yerdə, həmişə eyni yerdə duran avtomobil var ki, o neçənci yerdir? Yəni deyir ki, neçənci yerdə, bütün düzülüşlərdə, neçənci yerdə həmişə eyni avtomobil durur. Bu da 4-cü yerdir. Soldan sağa
dördüncü yerdə həmişə minik avtomobili durub bütün düzülüşlərə görə. Sonra indi uşaqlar 14-cü sualın izahına baxırıq. 14-cü sualda deməli sizə deyir ki, Elmar, Elman, Eldar, Elxan divanda oturmuşdular. Əvvəl Elmar Eldarla yerini dəyişir. Elmar Eldarla yerini dəyişir. Sonra isə Eldar Elxanla yerini dəyişir. Daha sonra bunların deməli oturma sırası Elmar, sonra Elman, sonra olur Eldar, en sonda da olur Elxan. Bu sıralamaya gəlməzdən əvvəl isə, bunlar yuxarıda qeyd etdiyim yer dəyişmələri eləyirlər. Yəni, sonuncu halda necə olub yer dəyişmə? Eldar Elxanla yerini dəyişibdir. Yəni, birinci Elmar Eldarla yerini dəyişib, daha sonra Eldar Elxanla. İndi mən bu Eldarla Elxanın yer dəyişməsini geri qaytarsam, Eldarla Elxanın yer dəyişməsini geri qaytarsam, bu sıra olacaq Elmar, Elman, Elxan, Eldar şəklində. Bu da Elmarla Eldar yerini dəyişəndən sonra bu vəziyyət yaranmışdı. İndi mən Elmarla Eldarın yerini əvvəlki vəziyyətə qaytarsam, olacaq birinci Eldar, sonra Elman, Elxan, Elmar. Bunların ilk düzülüşü bu şəkildə Eldar, Elman, Elxan, Elmar. Eldar, Elman, Elxan, Elmar. Bu da A variantı. On beşinci sual. Baxın uşaqlar, deyir stol ətrafında dairəvi şəkildə 14 nəfər əyləşibdir. Bu olsun bizim bir dairəmiz. Bu dairə ətrafında yerləşir 14 nəfər. Bax ki, birinci şəxs, ikinci şəxs, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 nəfər. Bu 14 nəfərin hansından soruşsaz, deyir, solum yalan danışır, sağım da yalan danışır. Sol və sağımdakılar yalan danışır. Baxın, bir dənə kənarda bunu sizə belə izah eləmək istəyirəm. Bax, burada 3 nəfər var. Ortadakından soruşanda deyir, solumdakı və sağımdakı yalan danışır. Əgər bu ortadakı doğru deyirsə, deməli, həqiqətən də solundakı və sağındakı yalan danışmalıdır. Amma bu ortadakı yalan danışırsa, bunun onda sağ və solundakıların hər biri doğru danışa bilər. Bir də biri doğru, biri yalan da danışa bilər. Yəni, məntiqə baxın burada uşaqlar. Yəni, ortadakı şəxs doğru danışandırsa, o deyirdi ki, solum və sağım yalan danışır. Deməli, həqiqətən də solunda və sağındakı şəxslər yalan danışandır. Amma o şəxs özü yalan danışandırsa, sağında və solundakıların hər ikisi doğru danışanda da o yalan danışmış olur. Biri doğru, biri yalan danışanda da o yalancı olur. Çünki o demişdi, hər ikisi yalan danışır. Amma o hər ikisi yox. Biri doğru danışıb, digəri yalan danışanda da o ortadakı şəxs yalan danışmış olur. Hər ikisi doğru danışdığı halda da o ortadakı şəxs yalan danışmış olur.
İndi mənə deyir ki, maksimum yalan danışan neçə nəfərdir? Deməli, mən burada hər iki tərəfi doğru yox, bir tərəfi doğru, bir tərəfi yalan götürməliyəm ki, yalanların sayı çox olsun. İndi yəni, ortadakı şəxs fərz eləyirəm ki, yalan danışandır. Yəni, bunun sol və sağ tərəfləri biri doğru, biri yalan danışandır. Ya da hər ikisi doğru danışan ola bilər. Hər ikisi yalan danışan demişdi mənə. Ya hər ikisi doğru danışır, ya da biri doğru, biri yalan danışır. İndi mənə bunun hər ikisi doğru yox, biri yalan, biri doğru lazımdır ki, yalanların sayı çox olsun. Bu ortadakı şəxsdən başlamışam. İndi bunun sağındakı şəxs doğru danışandırsa, bu da deyir, hər iki tərəfim yalan danışandır. Onda yenə də sağı da yalan olsun, solu da. İndi bu yazdığım şəxs yalan danışan şəxsdir deyə, solu doğru danışır. Sağı yalan danışsa da, bunun özü elə yalancı sayılır. Çünki solu doğru danışandır bunun. Amma bu demişdi, hər ikisi yalan danışır. Sonra yenə də, bu doğru danışan, sonra yalan, doğru, yalan, yalan, doğru, yalan, yalan, tak. Burada deməli, nəyi səhv elədik? Yalan danışandırsa, bir tərəf yalan, bir tərəf doğru. Deməli, neçə nəfər olmuşdu? 1. Aha. İndi burada uşaqlar, baxın. Yalan danışan şəxsdir. Dedik ki, hər iki tərəfi nə olmalıydı? Yalan danışan yox, biri doğru, biri yalan danışan da olsaydı, yalancı sayılırdı. İndi mən bunu götürdüm, sol tərəf yalan, sağ tərəf doğru. Yenə yalancı sayılır. Bu doğru danışırdı deyə hər iki tərəf yalan olmalıydı. Bu yalan danışır deyə sağ tərəfi yalan. Bu yalan danışan, yalan. Bu yalan danışandır deyə solu yalan, sağı doğru. Doğru danışandır, hər iki tərəfi yalan. Bu yalan danışandır, bir doğru, bir yalan. Bu yalan danışandır, bir yalan, bir doğru. Hər ikisi yalan. Bir doğru, bir yalan. Bir doğru, bir yalan. Hər ikisi yalan. Doğru, bir yalan. Bu halda uşaqlar, neçə dənə yalan danışan olur? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bura doğru danışan olmalıdır. Səbəb, çünki bu 3 dənə yalan ard-arda gələ bilməz axı. Bunun solu yalan, sağı yalansa, deməli bu düz danışıb da. Yəni, mənə nə lazımdır? Hər şəxsdən soruşanda sağı və solu yalan danışdığımı demişdik. Baxıram ki, burada 3 dənə yalan ard-arda gələ bilməz axı. Yəni, bu sağ tərəf yalandır, sol tərəf yalansa, deməli bu ortadakı doğru danışırmış da. Ona görə bu doğru olmalıdır. 9 dənə maksimum yalan danışan şəxs olur burada. Sonra uşaqlar, baxın buradan 17-ni izah edeyim sizə. 17 nömrəli sualda sizə deyilir ki, içərisində yaşıl və qırmızı olan şarlar olan qutudan mən 5 dənə şar çıxardıramsa, onların arasında ən az biri qırmızıdır. 6 dənə şar çıxardıramsa, onların arasında ən azı biri yaşıldır. Qutuda neçə şar var? Baxın, bir qutunun içində əgər, məsələn, qırmızı şarlar var, yaşıl şarlar var.
Bu şəkildə qeyd edirik. Mən buradan 5 dənə şar çıxardıramsa, o 5 dənə şarın 5-i də yaşıl çıxmırsa, deməli burada 5 dənə yaşıl şar yoxdur da. Əgər yaşıl şarların sayı 5-dən çox olsa və yaxud da 5 dənə olsa, mən buradan təsadüfən götürdüyüm 5 dənə şarın içində qırmızı olmaya da bilər də. Yəni 5-i də yaşıl ola bilərdi. Amma sizə deyir ki, götürdüyünüz 5 dənə şarın içində ən azı biri qırmızıdırsa, deməli o götürdüyünüz şarın 5 dənə şarın 4-ü yaşıldır da. 4-ü yaşıldır da. Yəni 5-i də yaşıl ola bilmir də. Yəni maksimum o qutuda 4 dənə yaşıl şar var ki, o 5-incisi həmişə qırmızı çıxacaq. Sonra mən 6 dənə şar götürəndə 6 dənə şarın 6-sı da qırmızı çıxa bilmir. Biri həmişə yaşıl olur. Yəni ən azı biri yaşıl olur. Yəni 6-sı da qırmızı ola bilmir. Deməli orada 6 dənə qırmızı şar yoxdur da. Olsaydı elə təsadüfən 6-sı da qırmızı gələ bilərdi də. Yəni ən pis halda ən azı biri yaşıl gəlirsə, deməli burada 5 dənə qırmızı şar var ki, 6 dənə şar götürəndə biri həmişə yaşıl olur. Cəmi neçə dənə şar var burada? 9 dənə şar var. Kiməsə qaranlıq qalsa uşaqlar, soruşa bilərsiniz, nəyi başa düşmədiniz? Qaranlıq qalan məqam nədir? Qalxa, başa düşə bildin? Növbəti sualınız uşaqlar. Buyurun deyin sualınızı. Tamam. Buradan deyirsiniz ki 4 4, 5, 6, 7. Qaçışın sonunda 4 idmançı. Aha, kişi, qadın, oğlan və qız. Finiş xəttini keçərkən müxtəlif nəticələr göstərib. İdmançılara uyğun rəqəmləri, ikisi doğru və ikisi yalan danışan 4 müşahidəçinin şərhlərinin köməyi ilə müəyyən edilən. İdmançıların finiş xəttini keçmə ardıcıllığına görə düzün. Yəni bu 4 nəfər yarışır və bu 4 nəfərin kimin neçənci gəldiyi haqqında kənardan bu ikisi yalan, ikisi doğru danışan 4 müşahidətçidən öyrəndik. Yəni indi elə tənzimləməliyik ki, bunların ikisi yalan, ikisi doğru danışan olsun. Onlara əsasən, onların fikirlərinə əsasən kimin neçənci yerdə olduğunu tapaq. Emin şərhi belədir. Xətti ilk keçən qız olubdur. Enin şərhi belədir. Xətti üçüncü keçən kişi olubdur. K-nın şərhi isə qadınla və xətti keçməkdə birinci olmayan oğlan ardıcıl keçiblər. C-nin şərhi isə M düz danışır. Baxın. Qadınla və xətti keçməkdə birinci olmayan oğlan ardıcıl keçiblər xətti. Yəni oğlan birinci deyilsə, ola bilər ki, ikinci qadın keçir, oğlan ikinci oğlan keçir, birinci qadın keçir və da 2-3 ola bilər, ya da 3-4 ola bilər də bunlar ardıcıl keçiblər. Əgər bu doğrudursa. Sadəcə burada nə maraqlıdır? C-nin şərhi nə olubdur? M düz danışır. M nə deyirdi?
xətti ilk keçən qız olubdur. Baxın, birinci keçən qız olsa, bu düz danışmış olursa, C'nin də dediyi düzdürsə, yəni C'nin şərhi M düz danışır. Yəni G düz danışırsa, onda M düz danışır. Birinci xətti qız keçib. Onda N ilə K gərək yalan danışsın. N'in şərhi də belə idi ki, xətti üçüncü keçən kişi olubdur. Birinci qız keçibsə, üçüncü kişi keçibsə, ikinci, dördüncü yerlər qalır. Baxın. Deməli, N'in şərhi xətti üçüncü keçən kişi olubdur. Bu yalan danışırsa, onda kişi üçüncü yox. Kişi dördüncü ola bilər, ya da ikinci ola bilər. Onda K'nın fikri düz çıxır ki, onda K'nın fikri qadınla oğlan ardıcıl keçmiş olur. Əgər G düzdürsə, M düz olacaq və bu halda N ilə K yalan danışmalı olmalıydı. N yalan danışandır, üçüncü kişi keçib demişdi. Kişi onda üçüncü keçməyib, dördüncü ya da ikinci keçibdi. Onda qadınla oğlan üçün iki ardıcıl yer qalır. Onda K düzsa demiş olur. 3 dənə doğru olur buna əsasən. Onda biz nə etməliydik? C'nin dediği fikri yalan götürməliyik. Yəni G yalan danışır. G nə deyirdi? M'in düz danışdığını deyirdi. Özü yalan danışırsa, deməli M də yalan danışırmış. Onda N ilə K düz danışan imiş. Və N də deyirdi ki, xətti üçüncü keçən kişi olubdur. Bu düz deyirsə, onda K'nın da düz deməsi üçün qadın və xətti keçməkdə birinci olmayan oğlan ardıcıl keçiblərsə, onda qadın birinci, oğlan ikinci keçir xətti, onda qız üçün də qalır dördüncü yer. Ardıcıllıq beləymiş. Deməli, qadın birinci keçməli idi, nömrəsi 2-dir. Oğlan ikinci keçməli idi, nömrəsi 3-dür. Kişi üçüncü keçməli idi, nömrəsi 1-dir. Qızın nömrəsi 4-dür. 2, 3, 1, 4. O da A variantı. Beşinci sual. Deyir, ikisi həmişə doğru, ikisi həmişə yalan danışanların söylədiklərinin köməyi ilə doğru danışanlara uyğun rəqəmləri seçin. Yəni MNK və C'dən ikisi həmişə doğru, ikisi də həmişə yalan danışır. M'in söylədiyi belə olubdur. M deyir ki, K yalan danışır. N'in söylədiyi də budur ki, M yalan danışır. K'nın söylədiyi də budur ki, C yalan danışır. C'nin söylədiyi də budur ki, əgər M, N, K'dan ikisi yalan danışandırsa, mən yalan danışa bilmərəm. Bu adam düz deyir də. Niyə? 2 yalan, 2 doğru olmalıdır. C də deyir ki, əgər M, N, K'dan ikisi yalan danışırsa, mən yalan danışa bilmərəm də. Çünki 2 nəfər yalan danışmalıydı. Əgər o 2 nəfər də bu üçündən ikisidirsə, onda bu yalan danışa bilməz də. Yəni C doğru dedi. C'nin deməyi belədir ki, əgər yalan danışan 2 nəfər varsa, mən yalan danışa bilmərəm də. Plan dolubdur deməli. Deməli C doğru danışır. K da deyirdi ki, C yalan danışır. C doğru danışdı da. C yalan danışmadı ki, deməli K yalan danışır. M də K'nın yalan danışdığını demişdi. M demişdi ki, K yalan danışır. Onda düz deyib də, K yalan danışandı biz dedik. Ona görə M də doğru danışdı. Onda N də M'in yalan danışdığını deyirdi. Deməli, M doğru danışandır. N'in özü yalan danışır. 2 doğru, 2 yalan. Yalan danışan 2 nəfəri soruşurdu bizdən. Doğru danışan 2 nəfər M ilə C. M ilə C, 1 ilə 4. Sonra 6-nı soruşmusunuz. Elə bu da eyni nəticədir. 7 də 6 da eyni nəticədir uşaqlar. Baxın.
M, N, K-nın hər biri ya həmişə doğru, ya da həmişə yalan danışır. Yəni bu nə deməkdir? Əgər M, N-in yalan danışdığını, N də K-nın yalan danışdığını demişdisə, əgər M doğru danışırsa, və burada bizə deyirik K-nın M-i, M-in də K-nı necə adlandırdığını tapın. Əgər yuxarıda M deyirdi ki, N yalan danışır. Əgər burada M doğru danışıbsa, aşağıda da M doğru danışan olmalıdır. Əgər M yuxarıda yalan danışıbsa, aşağıda da M yalan danışan olmalıdır. Baxın, əgər M N'in yalan danışdığını demişdi. Əgər M doğru deyibsə, N onda yalan danışır. Onda N K-nı yalan danışan adlandırmışdı. N'in özü yalan danışdığına görə K deməli doğru danışır. Yuxarıda M və K doğru danışan oldu. Onda aşağıda da hər ikisi doğru danışan olması üçün K deməlidir M doğru danışır. M də deməlidir K doğru danışır. Hər ikisi bir-birini doğru adlandırmalıdır. Və bunun əksi. Fərz eləyək ki, M, N'in yalan danışdığını demişdi. Amma N yox, M'in özü yalan danışandır. N doğru danışandır. N də K'nın yalan danışdığını demişdi. N'in özü doğru danışandırsa, deməli K yalan danışandır. Burada M də yalan danışandır, K da yalan danışandır. Onda aşağıda da M'in də K'nın da yalan danışması üçün K M-ə deməlidir ki, M doğru danışır. K yalan danışandır deyə, onda bunun dediyi səhvdir. Deməli, M də yalan danışandır. M də K-ya deməli idi ki, K yalan danışır. Onda M də K-ya deməli idi ki, K doğru danışır. Çünki M yalan danışandır. K doğru danışır desə, K da doğru danışan yox, yalan danışan olacaq. Bu halda yuxarıda MK yalan danışan şəxsləridir, aşağıda da yalan danışmalıydılar. Yalan danışması üçün K M-ə deməli idi, M doğru danışır, M də K-ya deməli idi ki, K doğru danışır. Yəni bunların bir-birini hər iki halda doğru adlandırmaları lazımdır. 7 də eyni şəkildə. 8 nömrəli suala bax. Baxın, 8 nömrəli sualda uşaqlar deyilir ki, bu 4 nəfərdən biri bir oyun təşkil edir, təklif edir. Birinci şəxsdən soruşanda ki, bu oyunu kim təklif edib? Deyir, oyunu təklif edən sağ tərəfdədir. Parmağını yönəltdiyi tərəfdədir. 2-dən soruşanda deyir, özüm təklif eləmişəm oyunu. 3-dən soruşanda deyir, soldakılardan biri təklif edibdir. 4-dən soruşanda deyir, mən təklif etməmişəm. Və bizə də deyilir ki, bunların hər biri yalan, doğru, suala mütləq cavab verməlidirlər. Və bunların verdiyi cavabların ikisi yalan, ikisi doğru olması üçün sualı təklif edən kimlər ola bilər? Və bunun üçün bir-bir yoxlayıram mən. Fərz eləyirəm ki, sualı təklif edən birinci şəxsdir. Onda birdən soruşanda deyir ki, sağdakılardan biri təklif edibdir. Səhv danışdı. 2-dən soruşanda deyir, mən təklif eləmişəm. Səhv danışdı. 3-dən soruşanda deyir, soldakılardan biri təklif edibdir. 3 düz danışır. Çünki oyunu təklif edən birinci şəxsdir, götürmüşəm mən burada. 4-dən soruşanda deyir, mən təklif eləməmişəm. Bu da düz danışmış oldu. Deməli, oyunu təklif edən şəxs birinci şəxs olsa, 2 nəfər yalan, 2 nəfər də doğru danışmış olur. İndi keçək yoxlayaq ikinci şəxsi.
Fərz eləyək ki, oyunu təklif edən ikinci şəxsdir. Onda bir doğru danışır da, birdən soruşanda oyunu kim təklif edib? Bir sağdakılardan biri. İkidən soruşanda deyir, mən təklif eləmişəm. Bu da düz danışır. Üçdən soruşanda deyir, soldaşlardan biri təklif edib. Bu da düz danışır. Dörddən soruşanda deyir, mən təklif etməmişəm. Bu da düz danışır. Mənə isə lazım idi ki, 2 yalan, 2 doğru çıxsın. Deməli, 2 yalan, 2 doğru olması üçün oyunu 2 təklif edə bilməz. Oyunu əgər ikinci şəxs təklif edibsə, burada 4 doğru olur. İndi üçüncü şəxsi yoxlayırıq ki, əgər oyunu üçüncü şəxs təklif edibsə, bu halda görək neçə yalan, neçə doğru olur. Üçüncü şəxs oyunu təklif edibsə, 1 doğru danışır. Bir sağdaşlardan biridir. 2 səhv danışır. 3 də səhv danışır. 4 doğru danışmış olur. Oyunu üçüncü şəxsdə təklif edəndə 2 yalan, 2 doğru oldu. İndi 4'ü yoxlasaq, uşaqlar, 4-cü şəxs əgər oyunu təklif edibsə, onda birinci düz danışır, 2 səhv danışır, 3 səhv danışır, 4 də səhv danışır da. Oyunu 4 təklif edib, amma deyir, mən təklif etməmişəm. Burada 3 yalan olur, 1 doğru. Bizə lazım idi ki, 2 yalan, 2 doğru olması üçün oyunu kimlər təklif edə bilər? 1-lə 3. A variantı. Dokuz nömrəli sual eynidir. 10 da eynidir. Aha. 11 nömrəli suala baxırıq. On bir nömrəli sualda, uşaqlar baxın, sualın mahiyyəti belədir. Yəni bu kimi suallarda biz deməli keçən imtahana hazırlıqda, qəbullarda da qarşımıza çıxıbdır. Deyir ki, 3 rəqəmli bir dənə ədəd tutmuşuq fikrimizdə. Bu 3 rəqəmli ədədi tapmaq üçün hərə bir dənə özündən 3 rəqəmli ədəd deyir. Məsələn, biri deyir ki, bu ədəd 615 ədədidir. Baxıram ki, bu nə deyir 615 haqqında? Deyilir ki, rəqəmlərdən biri düzdür və o yerində deyil. Hə, deməli uşaqlar, baxın deyir ki, 615 ədədinin rəqəmlərindən biri düzdür və o yerində deyil. Biri düzdür nə deməkdir? Yerində deyil o nə deməkdir? Yəni deyir ki, bu rəqəmlərdən biri nəzərdə tutduğum ədədlərin rəqəmləri ilə eynidir, amma yeri düzgün deyil. Yadınızdadsa biz buna görə plus minus qoyulmuş vəziyyətlərinə baxırdıq. Deyir ki, əgər bir rəqəm düzdür, yeri düz deyilsə minus qoyulur ona görə. Rəqəm düzdür, yeri də düzdürsə plus qoyulur. Məsələn, burada 2 dənə rəqəm düzdür, amma yerləri düz deyil, 2 dənə minus. Bir dənə rəqəm düzdür, yeri düz deyil, bir dənə minus. Yəni, ümumi, əsas məsələ bu idi ki, əgər hansısa rəqəm nəzərdə tutduğumuz ədəddə yoxdursa, ona görə nə plus, nə də minus qoyulmurdu. Belə verilirdi bizə o suallar. İndi burada sözlə veribdir. İndi gəlin bizə deyir ki, o 3 rəqəmli ədədi tapaq. Məsələn, mənə deyir, rəqəmlərdən biri düzdür və o yerindədir. 307 üçün deyir bunu. 307 üçün deyir ki, rəqəmlərdən biri düzdür və o yerindədir. Bu rəqəm 7 ola bilməz. Çünki 247-nin də sonuncu rəqəmi 7-dir, 307-nin də. Əgər burada rəqəmlərdən biri düzdür və o yerindədir cümləsi 7-yə aid olsaydı, 247 üçün də eyni cümləni verməli idi. Deməli, 7 nəzərdə tutulan ədəddə yoxdur. Bu halda çox vaxt biz ortaq rəqəmlərə baxırıq. Məsələn, mən baxıram ki, bu 254 ədədinin
İki dənə rəqəmi nəzərdə tutulan ədəddə var, amma yeri düz deyil. Bu iki dənə ədəd 2 ilə 4 ola bilməz. Çünki 2 ilə 4 eyni zamanda 247 ədədində də var. Onda da gərək deməli idi ki, rəqəmlərdən biri yox, ikisi düzdür və yeri düz deyil. Və yaxud da yeri düzdür. Başa düşdünüz? Deməli, bu o deməkdir ki, 2 ilə 4 nəzərdə tutulan ədəd deyil. Yəni, ya 2 ilə 5-dir bu rəqəmlər, ya da 5 ilə 4-dür. Bu rəqəmlər ya da 5 ilə 4-dür. Amma 5 ilə 4-də niyə ola bilmir? Çünki 5 615 ədədində sonuncu rəqəmdir, bir yeri düz deyil. 254-də də ortadakı rəqəmdir, bir yeri düz deyil. 4-ün özü də 254-də sonuncu rəqəmdir, bir yeri düz deyil. 247-də ortadadır, bir yeri düz deyil. Əgər nəzərdə tutulan ədədin 2 dənə rəqəmi 5 ilə 4 olsaydı, onda gərək 5 də birinci rəqəm çıxır, 4 də birinci rəqəm çıxır. O da düzgün deyil axı. Deməli, 4 nəzərdə tutulan ədəddə yoxdur. Nəzərdə tutulan ədədin rəqəmləri deməli 5-dir, 2-dir, biri də 0-dır. Niyə? Biz deyirik ki, 5 sonda gələndə deyilir ki, yeri düz deyil. Ortada gələndə də deyilib yeri düz deyil. Onda 5 harda gəlməlidir əvvəldə? Onda bu 307 ədədindəki rəqəmlərdən biri düzdür və o yerindədir fikri 3-ə aid deyil də. Çünki bizim birinci rəqəmimiz 5-dir axı. Onda bu 0-a aiddir. Və 2 də 254-də və 247-də əvvəldə gəldiyinə görə bir yeri düz deyil də. Harda olmalıydı? Sonda olmalıydı. Bizim bu 3 rəqəmli ədədimiz 502 ədədidir və onun da rəqəmləri cəmi 7-dir. Bu da bu şəkildə. 12 nömrəli sual da eynidir, daha asandır, 11-dən də asandır. 13 nömrəli sualı hərflərlə verib, bu da eyni bir sualdır. 14 nömrəli sualı, uşaqlar, baxın, 14 nömrəli suala baxırıq. Mətindir bu. Burada verib bizə deməli, çayların və boğazların üzərində salınan körpüləri, ümumi uzunluqlarını, orta uzunluqlarını, körpülərin salınma illərini və müəlliflərini veribdir. İndi bizə deyir ki, bu körpülərin ümumi uzunluqları ilə orta uzunluqları arasındakı, ümumi uzunluqlarının azalma ardıcıllığına görə nömrələrini düzün. Aha, baxın. Deməli, uşaqlar, burada bizə deyir ki, Neva, Tarın və Temza çayları River və Bosfor boğazları üzərində yaradılmış, müəllifləri filankəslər olan, ümumi uzunluqları 244, 260, 1560, 1825, 2460, orta hissələrin uzunluqları 59, 64, 342, 486, 1074 olan və 1883-cü ildə, 1894-cü ildə, 1916-cı ildə, 1973-də, 2004-cü illərdə açılmış Brooklyn, Bosfor, sonra Tower Bridge, saray və viaduk körpüləri var. Və aşağıdakı məlumatlar verilib bunlar haqqında. Bu məlumatlardan istifadə edərək körpülərin ümumi uzunluqlarını tapıb, bunların adlarını, ümumi uzunluqlarının azalma sırasına görə düzməliyik. Mənə bunların ümumi uzunluqları lazımdır deyə, ümumiyyətlə uşaqlar, belə bir cədvəl quracam mən burada. Elə lab hamısını daxil edəcəm bu cədvələ. Deməli, bu cədvəli bu şəkildə quraq. Deməli,
Deməli, bu cədvəldə birinci qeyd edəcəm körpülərin özlərini, sonra illərini, salınma illərini, sonra müəlliflərini, sonra ümumi uzunluqlarını, orta uzunluqlarını, bir də nəyin üzərində qurulduqlarını, yəni çayları. Birinci cümlədə bizə belə bir məlumat verilibdir ki, ən qısa iki körpüdən biri olan Neva çayı üzərində 1916-cı ildə istifadəyə verilmiş Saray Körpüsünün ümumi uzunluğu, bura qədər biz nə bildik? Bura qədər biz bildik ki, deməli, əvvəlcə o körpüləri yazın. Məsələn, veribdir birinci bizə körpülərin adlarını Brooklyn, ikinci veribdir Bosfor, üçüncü veribdir Tower, sonra dördüncü körpü Saray, beşinci də Viyaduk körpüsü. İndi mənə deyir ki, deməli Saray körpüsü 1916-cı ildə inşa olunub. Saray körpüsünün ümumi uzunluğu ilə orta hissəsinin uzunluğu arasındakı fərq Temza çayı üzərində 1894-cü ildə istifadəyə verilmiş müəllifi Horace Jones olan Tower Bridge körpüsünün ümumi uzunluğu ilə orta hissəsinin uzunluğu arasındakı fərqdən çoxdur. Baxın, deməli biz bildik ki, ən qısa iki körpüdən biri Saray körpüsüdür və Saray körpüsü Neva çayı üzərində qurulubdur. Sonra bu Saray körpüsünün ümumi uzunluğu ilə orta uzunluğunun arasındakı fərq Temza çayı üzərində qurulmuş, 1894-cü ildə istifadəyə verilmiş, müəllifi filankəs olan Tower Bridge körpüsünün ümumi uzunluğu ilə orta uzunluğu arasındakı fərqdən çoxdur. Deməli, Tower körpüsü Temza çayı üzərində qurulubdur və neçənci ildə qurulubdur? 1894-cü ildə. Müəllifi kim etmənə lazım deyil. Və bu Saray körpüsünün deməli orta uzunluğu ən qısa iki uzunluqdan, ümumi uzunluğu ən qısa iki uzunluqdan biridir. Bu nə deməkdir? Baxın, aşağıda qeyd edirəm. 244, 206, 200, deməli 244, 260, 1560, 1560, sonra 1825, 1825, 2460 metr körpülərin uzunluqlarıdır. Orta uzunluqlar isə 59, 64, 342, 486, 1074. Bu da orta hissələrinin uzunluqlarıdır. İndi Saray körpüsünün ümumi uzunluğu ya 244'dür ya da 260'dır. Orta uzunluğu da ya 59 ya da 64. İndi mən sizə bir şey demək istəyirəm. Əgər ki 244'dən mən 64'ü çıxsam 180 qalır, ya da 260'dan 64 çıxsam 196 qalır, ya da 260'dan 59 çıxsam 201 qalır. Ümumiyyətlə, bu halda mənim üçün Saray körpüsünün orta uzunluğu ilə ümumi uzunluğunun fərqi maksimum 200'dür. Bu Temza çayının ümumi uzunluğu ilə orta uzunluğunun fərqindən çoxdursa, deməli Temza çayının ümumi uzunluğu elə 244 və 260'dan biri olacaq. Niyə? Çünki digər körpülərin ən qısası 1560 metrdir.
Orta uzunluqlarının ən çoxu da 1074-dür. 1560-ı ümumi uzunluq götürsəm Temza çayı üçün, orta uzunluğun ən çox götürsəm belə fərq 400-dən çox eləyir. Və Saray körpüsünün ümumi uzunluğundan orta uzunluğunu çıxanda Temza çayının ümumi uzunluğundan orta uzunluğunun fərqindən çox ola bilmir bu halda. Deməli, elə Temza çayı da bu iki kiçik ədədlərdən birinə bərabərdir ümumi uzunluğu. Və növbəti cümlələrin birində nə deyir? Deyir ki, bir körpünün ümumi uzunluğu və orta hissəsinin uzunluğunu göstərən ədədlərin son rəqəmləri eynidir. Mən də baxıram ki, 244 4 ilə bitir, 64 də 4 ilə bitir. Orta uzunluq 244-dən 64 eyni çaya məxsusdur. Deməli, 260-ın da orta uzunluğu 59 olur. Və onda Saray körpüsünün ümumi uzunluğu 260 olur. Saray körpüsünün ümumi uzunluğu 260 olur. Orta uzunluğu 59 olur ki, fərq 201 eləyir. Və bu çoxdur. Temza çayının ümumi uzunluğu ilə orta uzunluğunun fərqindən deyə. Temza çayının ümumi uzunluğu 244, orta uzunluğu da 64 olur ki, fərq burada eləyir 180. İndi daha sonra bizə nə deyilir? Bosfor boğazı üzərində yaradılmış orta hissəsi firma tərəfindən ən uzun planlaşdırılmış Bosfor körpüsüdür. Deməli, Bosfor körpüsü Bosfor boğazı üzərində qurulmuşdur və bunun orta uzunluğu şirkət tərəfindən ən uzun planlaşdırılıbdır. Ən uzun planlaşdırılmış orta uzunluq da 1074-dür. Və bu Bosfor körpüsündən salınma ilindən sonra deyir ki, körpüsündən sonra yalnız Tarın çayı üzərində müəllifi Michel Virloja və ümumi uzunluğu ən böyük olan körpü açılmışdır. Tarın çayı üzərində. Sonra da bizə nə deyir? Deyir, boğaz üzərində 1883-cü ildə açılan müəllifi John Rebling olan Brooklyn körpüsünü, deməli Brooklyn körpüsü boğaz üzərində açılıbdır. Bizim də dedik ki, Tarın çayı qalıbdır, bir də River boğazı. İndi Brooklyn River boğazı üzərində açılıbdırsa, onda Tarın çayı üzərində Viaduk körpüsü açılmış olur. Və bizə də deyir ki, Tarın körpüsünün üzərində uzunluğu ən uzun olan körpü salınıbdır. Ən uzun körpü də 2460-dır ümumi uzunluq. Və yuxarıda bizə deyir ki, boğaz üzərində açılmış körpünün ümumi uzunluğu ilə orta uzunluğu arasındakı fərq tək ədəddir. Amma bu 1483 deyil. Biz dedik ki, orta uzunluq 59-dan, 64-dən, 1074-dən istifadə eləmişik. Ümumi uzunluğu 244-dən, 260-dan, 2460-dan istifadə eləmişik. 1560 ilə 1825 ədədi qalıbdır ümumi uzunluq kimi. Orta uzunluqların ikisi də cüt ədəddir. Mən fərqin tək ədəd olması üçün artıq məcburam ki, mən burada 1825-dən bu iki dənə cüt ədədi çıxım ki, fərq tək ədəd eləsin. Və mən 1825-dən 342-ni çıxanda 1483 qalır. Mənə də deyir ki, bu Brooklyn körpüsünün ümumi uzunluğu ilə orta uzunluğunun fərqi 1483 deyil. Onda deməli mən 1825-dən 486 götürməliyəm ki, fərq tək ədəd eləsin. Onda bu Brooklyn körpüsünün ümumi uzunluğu 1825 olur. Orta uzunluğu da 486 olur. Bir dənə təkcə burada qalır 1560. Bütün uzunluqları tapdıq. Orta uzunluqlarında hamısını tapdıq. Hansı körpü, hansı çayın üzərində, boğazın üzərində onu da tapdıq. İlləri də tapa bilirik. İndi lazım deyildi deyə mənə ona əhəmiyyət vermədim. İndi buna əsasən deməli ən uzun körpü Viaduk körpüsüdür.
deməli olacaq nömrə 2. Ondan sonra 1825 Brooklyn körpüsüdür. Brooklyn körpüsü 1, 2, 1. O da bir dənə elə C variantında var. Bu qədər. Aha. Uşaqlar, başqa bir sualınız var? Yoxdursa bu günlük bu qədər. Gecəniz xeyrə qalsın. Növbəti dərsdə görüşmək ümidi ilə. Yeni bir tapşırıq atacağım sizə. Onun üzərində işləyərsiniz. Gecən. Çox Sağ sağ olun. olun müəllim. Sizin də uşaqlar, çox sağ olun.